Salam hörmətli izləyicilər. Proqram təminatının test olunması ilə bağlı növbəti hazırlayacağım mövzu testlərin avtomatlaşdırılması, yəni automation testing ilə bağlı olacaq. Bildiyiniz kimi daha öncə danışdığım mövzuda test case'lərin yaradılması, icra olunması barədə mövzu danışmışdıq və indi isə həmin test case'lərin necə avtomatlaşdıra bilərik, necə daima və sürətli şəkildə icra edə bilərik, bu barədə danışacağıq. Bu nəyə görə lazımdır və bu ehtiyac haradan yaranıb? Əvvəlcə onu qeyd etmək istəyirəm. Biz proqram təminatını daima test altında niyə saxlamalıyıq? Bu barədə əvvəlcə qeydimi deyim. Deməli, proqram təminatı sonradan yenə də development olunur və yaxud da ki, mövcud funksionallıqda hər hansı bir dəyişiklik olur və yaxud da ki, hər hansı bir problem çıxarsa o həll olunur, kodda hər hansı bir dəyişiklik olur və bu zaman bu dəyişiklikdən sonra proqram təminatı yenidən test olunmaq məcburiyyətində qalır. Çünki həmin dəyişikliklər hər hansı bir mövcud funksionallığa mənfi təsir edə bilər, işini bir növ işinə ziyan vura bilər və mövcud funksiyonallıq pozula bilər. Bunun üçün də yenidən test olunmalıdır və bu testin adı regression test adlanır. Bu regression testlər daima hər hansı bir dəyişiklikdən sonra aparılmalıdır və bu regression test də bizə proqram təminatı ilə bağlı əminlik yaradır ki, edilən dəyişiklik mövcud funksionallığa, əvvəlki hazırlanmış məhsula heç bir mənfi təsir etmir. Burada bir məsələ meydana çıxır ki, mövcud olmuş məhsul proqram təminatı böyüdükcə, ona yeni əlavələr olunduqca, onun üzərində iş görüldükcə regression testlərin sayı da artmağa başlayır və bir müddətdən sonra siz mövcud olan köhnə test case'ləri yenidən icra etməkdə çətinlik çəkə bilərsiniz. Çünki onların sayı artıq daha çoxalır və bunun üçün də testləri avtomatlaşdırmaq lazımdır ki, hər dəfə eyni senariləri yerinə təkrar yoxlamağa ehtiyac olmasın və həmin senarilər avtomatik şəkildə, sürətli bir şəkildə, daimi bir şəkildə icra olunsun və siz nəticələr barədə xəbərdar olasınız və həmin test case'lərin həqiqətən də indiki vəziyyətdə aktuallığını qoruduğunu, doğruluğunu qoruduğundan əmin olasınız və heç bir problemin olmadığından əmin olasınız. Əgər hər hansı bir problem də meydana çıxmışsa, onu dərhal həll etməyə yönələsiniz. Bu sizə bir növ xəbərdar eləsin və yaxud da ki, bu run olunmuş, bu icra olunmuş testlər sizə əminlik yaratsın ki, siz proqram təminatına artıq təhvil verə bilərsiniz və heç bir problem yoxdur. Bunun üçün də testdə automation, yəni avtomatlaşdırma bir növ bir ehtiyaca çevrilir və sürətli şəkildə testlər aparılmasına kömək eləyir. Mən istəyirəm ki, bu mövzuda danışım və qeyd eləyim ki, bizim yaratdığımız test case'lərin hər biri ola bilər ki, regressiona aid olmasın, amma əksər yaradılmış test case'lər regression tipində olur. Yəni onlar yenidən icra olunmalı olur və biz testləri yaradarkən xüsusi bir qeyd yazmalıyıq ki, bax bu regressiona aid olan test case'dir. Bunun üzərindən yenidən keçməli olacaq. Bu funksiyanın hər hansı bir üzərindən yerinə keçilməlidir ki, bu pozulub-pozulmadığı dəqiq bilinsin. Ona görə bu mövcud olan test case'lər qeyd olunur və həmin test case'lər avtomatlaşdırılır. Mən inşallah ki, növbəti mövzuda qeyd eləyəcəyəm. Növbəti mövzuda da bu barədə danışacağam. Amma qeyd edeyim ki, bu video seriyasında test case'lərin avtomatlaşdırılması ilə bağlı, hansı vasitələrin istifadə olunması ilə bağlı və günümüzdə süni intellektin burada tətbiqi ilə bağlı danışacağam və inşallah ki, baxanlar üçün də faydalı olar və işlərində tətbiq eləsələr xeyrini görərlər. Çox sağ olun, təşəkkür edirəm.